O eşqdən danışmır. O bizim oyuncaq bildiyimiz qız olan ah aşkım, böcəyim, öküzüm. Bundan o ondan danışmır bu eşq. İlahi eşqdən danışır. Yusifin Allah olan eşqindən. Eşq qovuşum mən bir məhəbbət. Qovuşum sevdiyinə qovuşmamaq. Belə aşiqlər gözləmə bacararlar. Vallahi eşq. Eşq nəinki qızla onu bir sevdilər, qovuşda onlar eşq. Yox, bu başqa bir şeydir. Eşq maddiyyatla ölçülmür ki. Eşqimiz, İmam Hüseynin eşqimiz bədəndən gəlirdi. Bədəni üçündür. O heç pakdır, o öz yerində. Onun ruhunun paşlığı üçündür. Biz onun ruhunun eşqindəyik də. Onun fanatıyıq. Ona aşiq bu mənada. Deyir, hə, bu söz danışır eşq məhəbbətdən. Bizə çox təəssüf ki, Muxtarın baxanlar kinosunda baxırlar Muxtarın qılınc vurmasına. Daha baxmırlar ki, Muxtar hansı siyasət orada işlədir. Ona baxan yoxdur deyə qalmışıq tez Allahdan ünvanında. Və mən çox adam görmüşəm, hətta eşitmişəm ki, Yusif Peyğəmbər kinosuna baxanda o baxmırdılar Yusif niyə belədir, necə belədir, yoxu necə yozdur, savadı, taktikası, necə oldu ki 7 il məsələn buğdalar çürümədi, nə olmadı. Onlar baxan yox. Ancaq o romantik indi də var, romantik dindarlar var, romantik çıxışlar var. Romantik dindarların paylaşımları var, qəşəng belə romantik hədisləri romantikaya yazırlar. Çox təəssüf. İmam Peyğəmbərin məsələn mən bir hədis ərəb barəsində, ərəb belə, ərəb belə, onu qəşəng romantik musiqi qoyurlar, romantik bəzi düzürlər, romantik səslərlə qoyurlar ki, yəni dünyanın buddan, dünyacı romantika. Ah aşkımdan, böcəyim, baba, filan sözlərdir. Bu onun yeri həddi var. O məhrəm mövzu, əzizlər, o məhrəm mövzulardır. Onu çıxartmaq olmaz auditoriyaya. Din buna təbliğ olunmur. Din ciddi bir şeydir. Baxırlar Yusif Peyğəmbər kinosuna, ay Züleyxa bunun faratından ölür dərdindən, ay Züleyxa belədir, ay Yusif, ay bu bunun dərdindən dəlidir. Məsələn, orada işlənən bir sözü kimisə özünün xeyrinə olaraq yazır ki, aşiq də xəyanət eləməz, yəni belə sözlər. Bunlar nə mənada deyilir? Götürüb qız onu özü barəsində ki, hə, məsələn, oğlan məni sevirsə, başqasının məsələsində ünsiyyəti olmaz. Və ya kişi qadının barəsində. İmam Yusif onu o mənada deyib. Biz onu gözlüyük adamlara. Orada danışır surə bəndənə Allahın bağlantısından. Nəinki bəndənə bəndən bağlansınlar. Bax, bu bədbəxt elənsə anlayır. O üçün gəlir ki, Yusif surə salim. O da nağıldır. Biz də ona baxsaq, bunun uçuna baxsaq, o ünvanda bizə bunun fərqimiz olmayacaq. Hələ hər şey demələn deyil ki, adam var demir, amma etiqadında var. İbn Məsud, bu cümlə buna böhtandır. Buna kim deyib? Fəthül Bari. Fəthül Barinin deməli müəllifi. Fəthül Bari kitabı var, Əhl-i-Sünnə kitabıdır. Onun müəllifi çıxardım İbn Məsud barəsində. Amma onun bundan xəbəri yoxdur. Fəthül Bari Əhl-i-Sünnə aliminin kitabıdır. O deyir ki, İbn Məsud da Nas və Fələq surəsini Qurandan bilmirdi. O dua ünvanında olduğu üçündür. Quranın qeyd etməzdi. Çıxarıb İbn Məsudun adına. Ona olan bir böhtandır. 7-ci Quranın termində olan 7-ci qismi, 7-ci növü azalmadır. Bu da növbənövdür. Allah hamınız bilirsiniz. Kəlmənin, birinci, kəlmənin azalması, kəlmə götürülüb, yəni. İbn Məsud Leyl surəsinin 3-cü ayəsini və mə xələqəz zəkərə vəl unsə. Mən həm dəftərə baxıram, həm kitaba baxıram, ehtiyatım üçün birdən səhv deməyim də. İbn Məsud Leyl surəsinin 3-cü ayəsi belə oxuyardı. Və zəkəru vəl unsə. Və mə xələqə. Bura və mə xələqə sözünü götürərdi. Və mə xələqə sözünü. Və mə xələqə zəkərə vəl unsə ayəsində və mə xələqəni oxumazdı. Oxardı əz-zəkəru vəl unsə. Belə bir söz deyilib bunun barəsində. Azalma. Kəlmənin azalması. İkinci, bilərəkdən ya səhvən nəyinsə azalması. Bilə-bilə və səhvən.
hərf ola bilər, kəlmə ola bilər, ayə ola bilər, surə ola bilər ki, məsələn, Əhlüsünnə buna bəzi etiqadı var rivayətlərində. Bu da 3 halda olur. Yəni bu o ki, məsələn üçün Quranda azalma, deməli bilərəkdən və yaxud da səhvən nəyinsə azalması, hərf, kəlmə, ayə, surə. Bu da deyir 3 haldan biri ola bilər. Yəni bunu daha çox kimlər eləyə bilər? Kimlərin xüsusiyyətlərindəndir? Bir, zındıq və ya kafirlərin saxtasıdır. Onlar bunu saxtalaşdırıb çıxarıb din adına. İkinci, ya təhriflərlə əlaqəsi yoxdur, düzgün təfsiri vardır. Yəni bir də bunun əlaqəsi yoxdur təhriflə. Sadəcə təfsirdə mümkün ki, mənim problemi olsun. Baxın ikinciyə, məsəl ikinci 5 dəqiqə qalıb vaxtım, 5 dəqiqə inşallah bunu biz deyərik. Yeddinci. Aha, yaxşı, məlum. Hə, ya da bunu zındılar düzəldiblər, özlərindən söz çıxarıblar və yaxud da ki, doğru bunun təfsiri vardır, doğru təfsiri var, əlaqəsi yoxdur təhriflə. Aha, tapdım. Üçüncüsü, keçmişdən qalan xurafatlardandır. Dini bir şey deyil, xurafat deyilib din barəsində. Bu 3 və 3 şərtdə. Bu qədər bəsləsin. Sonra başlayır yeni mövzu, başlayır təhrif Quranda. Bunlar qurtardıq da həm leksikoloji mənasından, həm də terminoloji mənasından biz mənasını qeyd etdik. Təhrifin termində 7 növünü qeyd etdik. Qısa da olsa, ümid edirəm ki, inşallah sizə bir xeyri olacaq. Çalışın, qulaq asın, qeyd edin öz dəftərinizə, özünüz üçün ən azı elmdir. Bu qədər. Allah elmimizi artıq etsin. Allah imanımızı kamil eləsin. Allah yolun gözlədiyimiz 12-ci imamımızın gəlişini tezləşdirsin. Amin. Allahümmə səlli əla Muhammed və ali Muhammed və accil faracahum.